Herkese salam. Bugün rəfiqəmlə birlikdə diplomumuzu götürməyə gedirik. Axır ki içəri girə bildik. Bu xanım heç bir sənədini evdən götürmədən çıxıb, nə tələbə biletini götürüb, nə şəxsiyyət vəsiqəsini götürüb. Ona görə bir yarım saatı qapıda dayanmışıq. Yolu sizdən gəlmişik ki, biz diplom götürməyə gəlmişik. Bizə deyirlər ki, sizin kitab borcunuz var, özdə hər ikinizin. Və mən 2 dəfə kitab götürmüşəm buradan. İkisinə də sonda gəlib təhvil vermişəm semestrin sonunda. Başqa kitab götürməmişəm. Yəni yalan söhbətdir. İnşallah diplomumuzu götürə bilərik. Nə qədər sadəcə məsəl üçün desək, çox qəribə şeylər yaşanır. İndi getdim təzədən dövriyyə vərəq istədilər məndən. Kitabı mən konkret olaraq qaytarmışam. Necə olur ki, adımı silməyiblər siyahıdan? Dəhşət. Nəhayət götürdüm. İndi gedirəm surətlərini fakültəyə geri qaytarıb tam təhvil almağa. Qızlar gedirik Nərgizin diplomunu götürməyə. Və təəssüf ki, Nərgizinkiləri götürə bilmədik. Çünki Nərgiz xanım kitabı təhvil verməyib və verdiyini deyil, amma verməyib. Vermişəm. Saçım nə günə düşdü. Daha sonra burada pencəyimi dəyişdim ki, şəkil çəkdirəndə daha gözəl görsənsin. Bilirsiniz nə oldu? Kimin belə şansı var dostlar? Mən əlimdə diplomum. Dayanmışdım orada, kaydoda şəkil çəkdirirdim. Bu da Bakı Dövlət yazısı yazılan bir məşhur lövhə var. Onun qarşısında video çəkirdik və rektorla rastlaşdıq. Bakı Dövlət rektoru. Və sizə şəklini qoyacağım bura haralarsa bir yerə. Və mənə uğurlar arzu etdi və onun yanında qonaqları vardı. Onlar dedilər ki, rektor çox qəşəng qızdır. Özümüzə yeri göstərək, Türkün gücü. Sonuncu dəfə güldüyümüz. Sonuncu dəfədir dostlar buradayıq biz. Yadımdadır, mən xəstəxanada təzə çıxmışdım. Daşdan təzə düşmüşdüm. Kemoqraflarından qurtulmuşdum. Dostlar. Oranı düzəldiblər. Biz burada oxuyanda heç burada qəşəng belə park yox idi dostlar. İndi həyəti görünəcə qəşəng düzəldiblər. Toyuq oldu, bir nədir? Ət oldu. Toyuq oldu. Ondan oldu. Bura əsas binada yerləşən 1919 bufetidir. Açın mayonez qalır. 2 dənə Sezar götürdük. Mən buranın Sezar üçün o qədər darıxmışdım ki, 4 manatdır hə? 4 manat 50 qəpiklik Sezar. 4 manata qalır. Biz də oxuyanda 3 manat 50 qəpik idi. 4 manat 50 qəpik idi. Baxın dostlar necə açılır. Açdım. Hələ də eyni daddır və mən hələ də ətlərini yığıb Nərgizə verirəm. Güncəlləmə gətirək. Diplomu mən götürə bildim. Təəssüf ki, Nərgiz götürə bilmədi. Çünki kitabxanaya kitab borcu var imiş. Əgər siz də diplom götürmək istəyirsinizsə, bu nəzərə alın ki, əgər kitabxanaya borcunuz varsa, təəssüf ki, kitab borcunuzu verməsəz götürə bilməyəcəksiniz. Mən üşüdüyüm üçün o bir pencəyimi geyindim. Və bəli, Sezar salatında inkişaf var dostlar. Əvvəl kahını diri-diri atırdılar içinə. İndi qəşəng səliqəli şəkildə baxın, nazik-nazik doğrayıb atırlar. Hə. İndi doğrayıb atırlar içinə, daha səliqəli olur. Və sonuncu dəfə bufetdən çıxırıq. Bir də qayıtmamaq üzrə dostlar. Biz də gəlməyəcək. Gedək. 最美，我说说最美的缩影。 Dərs keçirlər. Dostlar, burada həmişə pişik ilişib qalırdı. Pişik gəlib burada ilişirdi. Çıxdıq sonuncu dəfə. Bir də bura nə vaxt gələcək bilmirəm. Diplomumu da götürdüm. Nərgiz təəssüf ki, götürə bilmədi.
Hal-hazırda buradan ali təhsilə hazırlaşanlara səslənmək istəyirəm. İnşallah ümid edirəm ki, əziyyətiniz yerdə qalmayacaq. Hər kəs öz istədiyi ali təhsilə və yaxud da ki, kollecə qəbul olacaq, öz istədiyi ixtisasa və öz istədiyi fakültəyə. Və unutmayın ki, hara daxil olursa olun, sizin həmişə yaxın bir dost qazandıracaqsınız. Bu arada Nərgizlə biz qrup yoldaşı olmamışıq. Bu çox hamını təəccübləndirir, amma biz potaq yoldaşı olmuşuq. Necə yaxın olmağı bacarmışıq, orası biraz yadımda deyil. Yadımda deyil. Və düşünməyin ki, siz qəbul olmasanız hər şeyin sonudur. Xeyr, heç də hər şeyin sonu deyil. Ola bilər ki, biri verdiyi il qəbul olar, ola bilər ki, gələni biri daha hazırlaşar, özünü biraz da təkmilləşdirər və daha yaxşı, daha xeyirli yerə qəbul olar. Hər şeydə bir xeyir, hər xeyirdə də bir şər var. Bu şəkildə deyib sonlandırmaq istəyirəm. İnşallah arzusunda olan hər kəsə nəsib olar. Next vlog görüşənə Və sizə bunu deyim ki, diplomunuzu götürməyə gəlirsinizsə, tələbə biletini və şəxsiyyət vəsiqənizin özünü gətirin. MyGov-a güvənməyin. Bu qədər. Və biz iki əkizlər olaraq evə gedərkən birdən Targovya'ya gəldik. Ne gedirik? oldu? Bilmirəm necə oldusa oldu. İndi adam bizə çox pis baxdı. Nəysə, indi gedirik. Qəşəng çay içməyə. Bizimki kofe deyil, bizimki çaydır, çay. Orası sonra yemək yedə bilərik. Ya, ac deyiləm mən. Bakı dövlətimin gözləyicisi məni doydurdu. Hətta yarımçıq qoydum, hamısını axıra qədər yemədim mən. Belə, gedirik görək nə olur. Harbi əyləşirik. Biz gəldik, əyləşdik Nərgizlə. Belə bir Napolyon sipariş verdi üstünə çeynəylə. Bu günləri biz universitetə biraz daha gec getdiyimiz üçün çox kadr çəkə bilmədim, çünki artıq bufet bağlanırdı və artıq işıqları söndürürdülər. Əgər siz diplom götürəcəksinizsə biraz daha tez getməyinizi tövsiyə görürəm. Həmçinin abituriyentlər də var ki, hal-hazırda videoma baxırlar. Onlar üçün də maraqlı olsun deyə əlimdən gəldiyi qədər kadrlar çəkməyə çalışdım. Həm bufetdən olsun, həm fakültənin özündən. Hazırda məkan olaraq isə bonbonda əyləşmişdik. Bir balaca güzgü görən kimi mən dərhal özümü çəkirəm. Bu arada kombinim bu formadaydı. Sizə tam ətraflı evdə göstərə bilməmişdim. Biz artıq evə gedirik. Bugünlük bu qədər idi. Videomu bəyənməyi, kanalıma abunə olmağı unutmayın. Hər bir abunə mənim üçün bir motivasiyadır ki, mən video çəkim. Sağ olun.